Yaxşı bir dənə söz var idi, sözü at yiyəsi götürəcək. Brother, O fars başlarla sözü attım, mən bilməzdim ki, bu qədər o sözü götürən olar Azərbaycanda. Özünü vələdüzünə sayan, mən bilməzdim ki, bu qədər. Dedi amma. Sayırlar saysınlar da Allah can sağlığı versin. Azərbaycanın şəxsiyyətinə salam. Laricaninin öldürülməsi barəsində məlumatlar var və İsrail Müdafiə Naziri Katz bəyan edir ki, bəs biz gecə hücumları vaxtı vurmuşuq Laricani. Eyni zamanda General Mahmud Bəqri və Cavad Bəqri generalları vurublar. Ya bu barədə məlumatı ya İsrail yayıb, düzdür, nə dərəcədə düzdür, hələ ki tam dəqiqləşdirmək mümkün deyil. İkinci bir tərəfdən Müştəba Xameneyinin Rusiyada, Moskvada müalicədə olması yavaş-yavaş öz təsirini tapır. Düzdür, Xameneyi ilə, Bala Xameneyi ilə bağlı çox məlumatlar var. Az qala onun üzrədiraq olması barəsində də məlumat yayırlar, amma onlar öz təsdiqini tapmır. Amma fakt, bu adam ağır yaralıdır. Süni tənəffüs aparatına qoşulub, ayağını kəsiblər, qaraciyər və mədəsindən çox ciddi zədələr alıb və özündə deyil. Hər halda özündə olsaydı onu görmək olardı, videolar olardı. Məsəl üçün Pezeşkan şəhərə çıxdı, gəzdi. Hərçənd ki, o da hədəfdir. Laricaninin ölməsi barədə indi məlumat var, amma Müştəba Xameneyini çox ciddi formada gizlədilər. İkinci bir tərəfdən bir məlumat da yayılmışdı ki, bəs aviadaşıyıcı gəmilər vurulub, amma söhbət aviadaşıyıcı gəmlərin vurulmasından gedirsə, burada məlumat bir balaca fərqlidir. Söhbət nədən gedir? İş orasındadır ki, hətta xəritəyə belə baxanda yadımıza salaq. Abraham Lincoln gəmisi, bax bu ərazidə idi, İranın sahillərinə hardasa 330 kilometrə qədər yaxınlaşmışdı buradan və işləyə bilirdi. Eləcə də əvvəlcə Gerald Ford burada işləyirdi, sonra boğazı keçib yaxınlaşmışdı. Amma yenidən İranın deməli katerlərinin hücumu nəticəsində məcbur olur Abraham Lincoln gəmisi geri çəkilir. Artıq İran sahillərinə Abraham Lincoln gəmisinin arasında harasa 1000-1100 kilometr məsafə var və Husilərin zərbələrindən yayınmaq üçün Gerald Ford gəmisi hətta Ciddədən belə bir balaca uzaqda, Mədinə şəhərindən də uzaqda şimal-qərb istiqamətdə çəkilir və buradan Qırmızı dənizdən İrana doğru işləyir. Eyni zamanda Ərəbistan dənizindən Abraham Lincoln uzaq məsafədən işləyir. Təyyarələrin ora gəlib çatmasında faktiki elə bir problem yoxdur. Hər halda havada daim zapravşik deyək adına da, zapravka eləyən o Stratos tankerlər var, o təyyarələr var ki, onlar kömək edirlər həmin o döyüş təyyarələrinə və bunun müqabilində normal orada hərbi əməliyyatlara aparmaq mümkündür. Bu belə. Amma İranın zərbələrinə gəldikdə isə İran İsrailin ərazisinə hələ də zərbə endirməklə davam edir. Düzdür, bu zərbələrin sayı, dinamikası azalıb. Əgər əməliyyatın 28-i, ələt üstə birindən sonra 5-inə qədər endirilən İsrail ərazisinə endirilən raket zərbələrinin sayı orta hesabdan götürürəm, hardasa 60-80 arası idisə, orta hesabdan yenə götürürəm. Artıq bu son günlərdə söhbət ay neçəsinə gedir. 15-i, 16-sı, 17-si. Bu vaxtlardan sayanda raket zərbələrinin sayı azalıb. Və hər dəfə də Sepah deyir ki, biz bu gecə İsrailə elə bir zərbə endirəcəyik ki, onlar heç vaxt da bunu görmürlər. Gözümüzün kökü saraldı. Endirin bu zərbəni görək də. Ki, nə vuracaqsınız? Haranı, necə? Vurursunuz. Bəli, müəyyən ərazilər vurulur, müəyyən obyektlər İsraildə vurulur. Razıyam, hədəflərə raketlər gəlib çata bilir. Dronlar da arada bir gəlib çatırlar və siccil raketlərindən istifadə olunursa, plus artıq kasetli döyüş sursatlarından istifadə olunursa, burada iki məqam var. Siccil İranın ən böyük və güclü raketidir. Onun döyüş başlıqlarının çəkisi təxminən ton yarım, 2 ton arası dəyişir. 2 pilləli bərk yanacaqlı raketdir və 2000 kilometrə qədər, 2000 kilometrdən də artıq hiss etmək olmaz ki, məsafəni qət edə bilir. Yəni güclü raketlərdir. Əgər döyüş başlıqları artıq kasetə keçibsə, bu 44 günlük müharibədə ermənilər Bərdiyə belə bir zərbə endirmişlər kasetli döyüş başlıqları ilə və gəlir raket parçalanır, döyüş başlıqları səpələnir hər yerə
və müxtəlif ərazilərdə partlayışlar olur. Binalara elə də ciddi zərər dəymir, amma canlı qüvvəyə zərər vura bilir və o əsasən daha çox insanları məhv etmək üçün nəzərdə tutulmuş döyüş sursatıdır. Ona görə də şəhərə dəyəndə artıq dərhal sirenalar işə düşür. Sirena işə düşən kimi yəhudilər gizlənirlər, onların o zirehli bu yerləri var, oralarda gizlənirlər və ona görə də ölənlərin sayı azdır. Düzdür, İsraildə indiyə qədər artıq 2 Azərbaycanlı ölüb, nə baxsan. 2 nəfər ölüb orada, sırf Azərbaycanlı, amma yaralananların və ölənlərin sayı az deyil, hər iki tərəfdən. Əhali sayına görə deyirəm mən bunu. Məsələn, indiyə kimi artıq İranda 5-7 min arası hərbçi öldürülüb. Hər dəfə zərbə endiriləndə aydın məsələdir ki, orada ölənlər olmalı. Bu var. İkinci bir tərəfdən İsrailin özündə öldürülənlərin sayı barəsində ciddi cəhlə məlumatı gizlədirlər. Tam məlumat yoxdur orada, hansı obyektə dəydi, nə dəydi, necə dəydi. Hətta Netanyahunun ölməsi barəsində məlumat yayılmışdı, amma bəlli oldu ki, Netanyahu sağdır və dərhal da İran dedi ki, bu süni zəkana yaradılmış videodur, amma sonra bəlli oldu ki, İran özü süni zəkadan daha çox istifadə edir, nəinki raketlərdən və hətta məndə belə bir təəssürat yaranır ki, süni zəka İranın özündən daha yaxşı döyüşür. Bu da var. Bir sözlə, İranın buraxıcı qurğularının sayının minimuma enməsi İranın endirdiyi zərbələrin sayına çox ciddi təsir göstərib. Dronlarla zərbələr endirə bilirlər. Ələlxüsusən Dubay aeroportunda zərbə endirdilər və Dubay aeroportunun yanacaq tankerlərini vurdular. Birləşmiş Ərəb Əmirliklərinin bəzi obyektlərini vurub dağıdıblar. Səudiyyə Ərəbistanına dronlar gəlib çatır. Əmmana gəlir dronlar çatır. Yəni vururlar vurmağına, problem deyil. Bu məqamların hamısı var. Və indi ikinci bir məqama yanaşırıq. Söhbət Amerikanın dəniz briqadasının İrana doğru hərəkət etməsindən gedir. Okinavadan, Yaponiyadan çıxıblar və onlar sürətlə İran tərəfə yaxınlaşırlar və əsas məqsəd nədir? Əsas məqsəd burada məhz 2 ada var. Hörmüz boğazındakı bu böyük adadan söhbət gedir. Bu adadan söhbət gedir. Və ən əsası da ki, Xark adası. Bax, buradakı o Xark adası. Xark adasında vəziyyət neyədir? Xark adasında olan obyektlərin faktiki olaraq hamısı, hətta aeroportuna qədər var, görürsünüz. Bunların hamısını Amerika vurub. Və toxunmadığı yalnız bax bu neft bazasıdır ki, bu bazadan da İran neftinin haradasa bir 80-90%-ə qədəri satışa çıxarılır. Bu ərazilər isə vurulmayıb. Və istisna etmək olmaz ki, məhz bu adanı tutmaqdan ötürü Amerikanın növbəti bir əməliyyata qol qoysun. Amma Hörmüz boğazından Amerikanın heç bir gəmisi keçə bilmir və mümkün deyil, bu çox böyük riskdir və buradan İran onlara dərhal zərbələr endirə biləcək. İstisna etmək olmaz ki, həmin o Okinavadan çıxan gəmi gəlsin, girsin Qırmızı dənizə, Qırmızı dənizdən quru yolu ilə həmin o desantçılar köçürülsünlər ya Küveytə, ya hansı bir qonşu ölkələrin bir şəhərlərindən birinə və buradan desant əməliyyatı həyata keçirilsin, amma buradan desant əməliyyatı həyata keçirilməsi yenə də sual altındadır ki, hansı gəmilər onları aparacaqlar. Bax, bu da çox ciddi bir sualdır. Amma hər bir halda Xark adasını Amerika ələ keçirməyi düşünür. Necə? 1. Bu boğaz tam Amerikanın nəzarətində olmalıdır ki, keçə biləsən. 2. Buradan keçmək, yenidən dəniz yolu ilə hərəkət eləmək neydən? Hava desantının həyata keçirilməsi, o da çox müşkül və təhlükəli məsələdir. Hava desantını buradan atsalar, vəssalam, təyyarələr havada vurula bilər, böyük riskli və ona görə də 2200-2500 nəfər Amerika dəniz piyadası getdi, öldürüləcək. Çünki məhz Amerikanın yük və yanacaq daşıyan təyyarələrini İran artıq vura bilir. Onlardan 5-6-sını artıq Ərəbistan ölkələrindən birinin bazasında olarkən, yerdə dayanarkən vurub dağıtmışdılar. 5-6 ədədini. Düzdür, döyüş təyyarələrini hər iki vura bilmirlər, amma onları vura bilmişdilər. Və bu səbəbdən Xark adasının ələ keçirilməsi məsələsi hələ sual altında qalır. Bilmirəm, bəlkə o vaxta qədər istisna etmək olmaz ki, bu Hörmüz boğazına İran nəzarətdən itirə və dərhal da bura Amerika gəmiləri girə bilərlər. Eni maksimum burada 50-54 kilometrdir, bax bu ərazidə. Və daha yaxın zoradan keçib getmək lazımdır ki, İran zərbələr endirə bilməsin. Çünki məhz bu adanın özündə də dron və raket qüvvələri yerləşdirilib. Raketlərlə bağlı, niyə görə indiyə kimi İran raket zərbələrini endirə bilir? Cavab çox sadədir. Hər bir raket qurğusunun komandiri var. Hər bir raket qurğusunun komandirinin konkret döyüş tapşırığı var.
hər bir raket qurğusunun komandirinin özünün əlində hansı hədəfə zərbə endirəcək siyahısı var. Və bir qayda olaraq, əməliyyatlarda belədir. Bir qayda olaraq, əgər səndən daha yuxarıda dayanan komandirdən sənə əmr gəlmirsə, məsələn, 72 saat, 48 saat, 24 saat, bu vaxt ərzində sənə əmr gəlmirsə, sən artıq məsuliyyəti öz zərbə götürürsən, qərar qəbul edirsən və raket zərbələri endirə bilərsən. Siyahı var, hədəflər var və bütün bunların müqabilində sənin zərbə endirmək imkanların var. Buraxıcı qurğunu çıxartdın, raketi atdın, macal tapdınsa gizləndin. Yox, oldun şəhid. Şəhid olmanızı gizlədirsən, təzdən raketi yükləyirsən, təzdən çıxırsan, çıxmamışdan əvvəl yenə də əmr gözləyirsən, gəlmirsə yenə də qərar qəbul edib 2-ci, 3-cü, 5-ci, 6-cı hədəflərə raketini göndərə bilərsən. Niyə belə edirlər? İş orasındadır ki, artıq istər Sepahda, istər Müdafiə Nazirliyində İranın, istərsə də ali mərtəbələrdə faktiki olaraq komandanlıqdan heç kim qalmayıb. Və hətta orada hansısa, bəlkə də hansısa bir zabitə deyəndə ki, dur gəlsə, general eləyir, ya çəkin məndən, Huzi, mən sağ qalmaq istəyirəm. Kim general olursa dərhal vurub xosunva eləyirlər. Salamat. Salamat. مسترخت غير واحد والله ما خرج على ما بعد طبقتني وجهي سلام Ola bilər. Məhz elə bir həddə, yəni başpozuqluq həddinə gəlib çatmasın deyənə, komandirlərin hər birinə artıq döyüş tapşırıqları əvvəlcədən verilir və onlar da həmin o döyüş tapşırığına uyğun olaraq təbii ki, raket və dron zərbələrini endirə bilirlər. İkinci bir tərəfdən bir var Arteş, İranın ordusu, bir də var Sepah, o forma giymiş mollalar. İran ordusunda Arteşdə artıq ciddi problemlər var, söhbət nədən gedir? 2-ci, 3-cü aydır ki, onlara məvacib verilmir. Artıq həmin dövr ərzində İran ordusunun Arteşin özündə fərarili artmağa başlayıb. Bunu hələ ki Sepah barədə demək müşkül məsələdir. Amma bəsiclərin özündə də artıq fərarili başlayıb. Komandanlıq, orta komandanlıq, yəni yüksək generaliseti demirəm mən, orta komandanlıq və aşağı komandanlıq. Məsələn, baş leytenant, kapitan, mayor, polkovnik leytenant səviyyəsində artıq zabitlər belə bir təhər baxırlar ki, biz niyə başımıza haranın siccilini tökək ki, salamat qalaq. Ona görə də artıq sizə o Arteşdə, ələxüsusda Arteşdə vəziyyət heç də yaxşı deyil. Amma Sepah hələ ki, ölkədəki vəziyyəti qoruyub, şərti olaraq qoruyub saxlaya bilir. Nə dərəcədə bu ona nail olacaqlar deyə bilmərəm. Hər halda konkret olaraq istər İran, deyir ki, mən geri çəkilən deyirəm, Birləşmiş Ştatlar və İsrail Pesah bayramına qədər əməliyyatların davam edəcəyini əmindilər. Pesah bayramı da hardasa aprelin 1-yə 2-si başlayır, Yahudilərin bayramıdır. Başqa bir tərəfdən Ərəb dövlətləri Amerikadan müharibənin, əməliyyatların davam etdirilməsini tələb edirlər ki, əgər geri çəkilsə Birləşmiş Ştatlar. İran yenidən Ərəb ölkələri üçün çox ciddi problemlər yarada bilər. Çünki İranın yaxşı yadında qalıb ki, vəziyyət nə yerdədir. Və bu səbəbdən təbii ki, əməliyyatların davam etməsi gözləmək olar. Amma nə dərəcədə bu effektiv olacaq, demək hələ də çətindir. Çünki baxmayaraq ki, yüksək komandanlıq faktiki olaraq yoxdur, çünki hələ də qırırlar. Amerikada vəziyyət hələ ki qaydasından onlar döyüşürlər. İsrail heç nəyə baxmadan deyir ki, mənim raketlərim var, mən döyüşə biləcəyəm və döyüşürlər. Amma İranın nüvə ehtiyatlarının harda olması böyük sual altındadır, gizlədiblər ya yox, çünki o ilə bağlıdır, hələ iş getməlidir. Raket istehsal edən zavodlar sıradan çıxarılıb və ayda təxminən 100 raket istehsal edən zavodlar artıq heç bir işləmir, hamısı dağıdılıb və raket ehtiyatı tükənə bilər. Raketlərin müəyyən bir hissəsi bunkerlərdə ağzı vurulub, dağıdılıb və orada qalıblar. Ən əsası buraxıcı qurğulardır ki, onların sayı həddən artıq azdır. Bəlkə də 100-ə çata ya çatmaya. 100 buraxıcı qurğusu olan ölkə raketi çox azaltır. Və yenə deyirəm, hər dəfə Sepah deyir ki, bu dəfə biz elə zərbə indirəcəyik ki. Vur da, sən sütdüyünə yol, vur badyanlar, vur da, vur biz də görək ki, vur. Belə, növbəti günlər ərzində nə baş verəcək, bəlkə də bilirəm, amma deməyəcəm. Çünki abunə olmaq lazımdır və abunə olandan sonra bax, bu barədə də danışa bilərəm. Hələlik isə salamat qalın, əsas oldu.